Nahiyə toxum qabarcığı tez qıcıqlanır. Tez qıcıqlananda da erkən boşalma baş verir. Yəni bədən saxlaya bilmir onu. Və belə hallarda da süni şəkildə götürüb gecikdirici qəbul eləmək düzgün deyil. Siz prosesi daha da ağırlaşdırırsınız. Yəni burada problem var. Problemi aradan qaldırmadan götürüb gecikdirici qəbul eləyəndə siz oradakı problemi daha da ağırlaşdırırsınız. Başa düşdünüzmü? Bu ona bənzəyir ki, sizin xarab aparatınız var. Siz onu elektrik dövriyyəsinə qoşursunuz. Elektrik dövriyyəsinə qoşan kimi qısa qapanma alınır. Niyə görə? Çünki aparatınız xarabdır və dövrəyə atır. Yəni əlaqə kəsilir. Amma siz buna baxmayaraq yenə təkrar dövrəni qoşursunuz. Onda nə baş verəcək? Dövrə yanacaq. Demək, bu da həmən bu məsələyə bənzəyir. Yəni prostatında problem olan, kanalında iltihab olan adamlar olanda, anında ki tez boşalma olur. Onlar gedib dərhal, həkim tez bizə gecikdirici yaz. Tez gecikdirici axtarırlar reklamdan ki, içək geciksin. Söhbət ondan getmir. Yəni söhbət ondan gedir ki, siz işin kökünü eləmirsiniz. Yəni məhv edirsiniz bu məsələni. Yəni ziyan vurursunuz orqanizmə. Başa düşdünüz? Orqanizm özünü xilas eləmək üçün o erkən boşalma yaradır. Ki prostata, toxum kəsiklərinə naqruşqa əziyyət düşməsin, yük düşməsin. Tez boşalma verir. Çünki iltihab var orada. Problem var orada, xəstəlik var orada. Belə bir məsələdir. Ona görə belə halda nə etmək lazımdır? Mütləq xroniki prostatitimi, mikrobumu, nə problem varsa onu düzəltmək lazımdır. Ondan sonra artıq bu gecikdirici zat belə şeylərə keçmək, yəni növbəti buna keçmək olar. Yəni problemi götürmədən birbaşa gecikdiriciyə keçmək olmaz. Gecikdirici dərmanlar var, amma onu dərhal istifadə etmək məsləhət görülmür bu halda. Və başqa bir hal da var. Başqa bir hal nədir? Başqa bir yəni xəstəlik hansında ki belə erkən boşalmalar olur. Yəni ən çox yayılan budur, bu dediyimdir. İkinci bir hal nədir? İkinci biri odur ki, beyində, sinir sistemində serotonin adlanan maddə var. Yəni insanı həmişə yaxşı vəziyyətdə saxlayan maddə var. O maddə çatışmayanda da belə adamlar biraz əsəbi olurlar, biraz depressiv olurlar, yəni qanı qara gəzirlər, serotonin çatışmamadığından. Düzgün həyat sürmürlər, ya çox telefona baxırlar, çox gec yatırlar, bu hamısı serotonin ifrazını pozur. Ya əsəbi olurlar, bu serotonin ifrazını pozur. Nəticədə